Salam əziz abituriyentlər. Artıq blok imtahanına demək olar ki, bir ay qalıb. Yəqin ki, ciddi hazırlaşırsınız və sizə dəstək məqsədi ilə mən demək olar ki, hər gün blok imtahanına uyğun suallar paylaşacağam. Birinci sual belə bir suala baxaq. A parametrinin hansı qiymətində y bərabərdir? Ax kvadrat çıxılsın kök altı 12x funksiyasının qrafikinə x0 bərabər kök 3 nöqtəsində çəkilmiş toxuna absis oxu ilə əmələ gətirdiyi iti bucaq sinusu kök 3 böl 2-yə bərabərdir. Toxunanın tənliyində bilirik ki, toxunanın bucaq əmsalı nəyə bərabərdir? f'(x0). f'(x0'ı k-ya da bərabər eləyə bilərik. Toxunan özü nədir? Düz xəttdir. Bucaq əmsalı nədir? K-dır. Və yaxud f'(x0'ı tangens alfaya da bərabər eləyə bilərik. Siz bilirsiniz ki, düz xəttin bucaq əmsalı k, həmin düz xəttin absis oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Adətən bu tipli suallarda bu iki düsturdan istifadə olunacaq. İndi burada bucaqdan söhbət getdiyinə görə f'(x0 bərabər tangens alfadan istifadə olunacaq. Əvvəl gəlin alfanı tapaq. Sinus alfa kök 3 böl 2-dirsə, alfa bərabərdir 60 dərəcə götürək. Sonra funksiyanın törəməsini tapaq. f'(x nəyə bərabərdir? Ax kvadratın törəməsi nə edir? A sabitdir, yerində qalır. X kvadratın törəməsi 2x olur nə? 2ax çıxılsın. Kök altda 12 vurulsun x-in də törəməsi ilə kök altda 12 olur. Tapdıq törəməni. İndi f'(x0'ın mənası odur ki, tapdığımız törəmədə x-in yerinə nə yazacağım? x0, yəni kök 3. X-in yerinə kök 3 yazıram. 2a vurulsun kök 3 çıxılsın. Kök altda 12 nə yazıram? 2 kök 3 bərabərdir tangens alfa. Alfanı da nə tapmışıq burada? 60 dərəcə tapmışıq. Və alınan mütəllidi həll edib A-nı tapacağım. Bu olur 2 kök 3A çıxılsın 2 kök 3 bərabər tangens 60 dərəcədə kök 3 olur. Keçirdirəm bu tərəfə. 2 kök 3A bərabərdir. Kök 3-ün üstə 2 kök 3 yerində nə eləyir? 3 kök 3. Buradan da A-nı tapmaq üçün nə eləyərəm? 3 kök 3-ü bölərəm 2 kök 3-ə. Kök 3-lər getdi, qaldı 2-də 3. Yəni 1/5. Doğru cavabımız nə oldu? A variantı. Başqa bir sual izahına baxaq. Bizə belə bir parallelogram verib, ABCD paralleloqramı. AB və AD vektorlarının cəmi hər hansı bir M vektorudur. Komponentləri -5, 12-dir. AM parçasının uzunluğunu bizdən istəyir. Əvvəl gəlin bir AB vektorunu göstərək. Bu AB vektoru. Sonra AD vektorunu göstərək. Bu AD vektoru. Bunların cəmi bizə nəyi verər? Deməli, vektorların toplanmasının parallelogram qaydasını tətbiq edək. Vektorlar hər ikisi də bir nöqtədən çıxanda bu vektorların cəmini tapmaq üçün bu A və B vektorları üzərində bir parallelogram qururuq və paralleloqramın diaqonalı həmin vektorların cəminə bərabər olur. Onda belə çıxır ki, bu AB və AD-nin cəmi, burada bir parallelogram artıq qurulub, bərabər olacaq nəyə? AC-yə. Başa düşdünüz? Deməli, AB və AD-nin cəmi bərabər olacaq nəyə? AC-yə. Deməli, bu AC vektorudur. AC vektorunun komponentləri verilib, -5, 12. Bizdən də nə istəyir? AM istəyir. Əvvəl gəlin AC vektorunun uzunluğu, yəni mütləq qiymətini tapaq. AC vektorunun uzunluğu, yəni mütləq qiymətini tapmaq üçün düsturumuz necə idi? A vektorunun modulunu tapanda kök altda nə edirdik? Komponentlərin kvadrata yüksəldib toplayırıq. 2 koordinatsa x kvadrat, y kvadrat, yox, x, y, z isə x kvadrat üstəl y kvadrat üstəl z kvadrat yazırıq. İndi AC vektorunun modulunu, yəni uzunluğunu tapaq. Kök altda -5-in kvadratı üstəgəl 12-nin kvadratı. Bu da eləyir kök altda 25 üstəgəl 144. Bu da eləyir kök altda 169. Buradan çıxır nə? 13. AC vektorunun uzunluğu 13-dürsə, bilirik ki, paralleloqramın diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, bura olur 6/5. Burada olur 6/5. Doğru cavabımız nə olur? Y variantı. Belə bir sual izahına baxaq. Kosinüs 40 dərəcə
vurulsun 1 çıxılsın 2 kosinus 80 dərəcə. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Mən burada nə edəcəm? Əvvəl mötərizəni vurub açıram. Kosinus 40 dərəcəni 1-ə vururam, kosinus 40 dərəcə. Sonra kosinus 40 dərəcəni vururam 2 kosinus 80 dərəcəyə. Vurdum, açdım. Burada nəyə rast gəldik? Kosinus alfa vur, kosinus beta. Hasilin cəmə çevrilmə düsturu yəqin ki, əzbərləmisiniz. Kosinus alfa, kosinus beta'nın düsturu necədir? 2'də 1 vurulsun. Kosinus alfa çıx beta üstə gəl, kosinus alfa üstə gəl beta. Bu nədir? Hasildən cəmə keçmə düsturu. İndi kosinus 80 vur, kosinus 40 üçün bu düsturu yazaq. Kosinus 40 dərəcə çıxılsın, 2 vurulsun. Bu 2'ni yazdım. Bunların da əvəzinə yazıram. 2'də 1 vurulsun. Kosinus alfa çıx beta, 80'dən 40 çıxıram, 40 dərəcə. Üstə gəl, kosinus alfa üstə gəl beta, 80'dən 40'ı topladım, 120 dərəcə. Bu ikilər getdi, qaldı kosinus 40 dərəcə. Mənfi də mötərizədə hər ikisinə təsir göstərir. Çıx kosinus 40 dərəcə, çıx kosinus 120 dərəcə. Kosinus 40'lar getdi, qaldı mənfi kosinus 120 dərəcə. Bunu da çevirmə düsturuna görə hesablayaq. 120 dərəcənin əvəzinə nə yazıram? 180 çıxılsın 60. Çevirmə düsturuna görə 180'də ad dəyişmir, qalır elə kosinus 60. Bir də rübə araşdırırıq. 180'dən 60 çıxanda neçənci rübə düşür? 2-ci rübə. 2-ci rübədə kosinus nədir? Mənfidir. Bu da olur mənfi 2'də 1. Deməli, tapdıq ki, kosinus 120 dərəcə nədir? Mənfi 2'də 1'dir. Qarşıda da bir dənə mənfi var. Bir dənə mənfi var. Olur mənfi 2'də 1. Bu da olur müsbət 2'də 1. Doğru cavabımız nə olur? 2'də 1, yəni 0.5 Y variantı. Belə bir sualın izahına baxaq. Deməli, sahəsi 12 olan düzbucaqlı üçbucağın kiçik və böyük katetlər ətrafında fırlanmasından alınan cisimlərin həcmləri cəmi 80 pi olarsa, katetlərin cəmini tapın. Deməli, mən bir düzbucaqlı üçbucaq götürürəm. Katetin birinə A deyirəm, birinə B. Bu düzbucaqlı üçbucağın sahəsi, düzbucaqlı sahəsi nədir? Katet vur, katet bölü 2, bərabərdir 12'yə. Buradan alınır AB bərabərdir 24. İndi bunu əvvəl kiçik katet ətrafında fırladaq. Yadınızda qalsın, düzbucaq hansı katet ətrafında fırlanırsa, həmin katet olur konusun hündürlüyü, digər katetdə olur oturacağın radiusu. Aydın oldu? Bax, məsələn, B katet ətrafında fırlanırsa, gəlib bax, belə bir konus alınacaq. Deməli, A olacaq nə? Oturacağın radiusu, B də olacaq nə? Hündürlük. Onda bu konusun həcmi nəyə bərabər olacaq? Konusun həcmi düsturu necə idi? 3'də 1 pi r kvadrat vur h. 3'də 1 pi vurulsun, r-in yerinə a durub. A kvadrat vurulsun h. İndi bu düzbucaqlı üçbucağı böyük katet ətrafında fırladaq. Yəni A katet ətrafında fırladanda gəlir belə bir konus alınır. Bunun da həcmi 3'də 1 pi vurulsun, radiusun yerinə nə durur? B. B kvadrat vur A. Yazıb ki, bu həcmlərin cəmi 80 pi'yə bərabərdir. A plus B-ni, katetlərin cəmini tapın. Deməli, 3'də 1 pi A kvadrat B, üstə gəl 3'də 1 pi, üzr istəyirəm, yeni yazmadım. 3'də 1 pi A kvadrat B, üstə gəl 3'də 1 pi B kvadrat A bərabərdir 80 pi'yə. Buradan mötərizə xaricinə çıxartdım. 3'də 1 pi vurulsun AB-ni çıxartdım kənara. Qaldı burada A plus B bərabər 80 pi. Hər tərəfdən pi'ləri aparaq. AB-nin də yerinə nə yazacağım? 24. Alınacaq 3'də 1 vurulsun 24. Vurulsun A plus B bərabər 80. 3'də 1 ilə 24 gedir 8, A plus B 80. Buradan da A plus B alınır nə? 10. Aydın oldu. Deməli, bunu ayrıca həll elədik. Bunu ayrıca həll elədik.
Sonra həcmlərin cəmini bərabərlədim 80 pi-yə. Ortaq vurğu mötərizə xaricində çıxartdıq və A plus B cəmini tapdıq. Bu dərslik bu qədər. Sağ olun, hər birinizə imtahanda uğurlar.